Regionun prosesləri ilə davam eləyək. Regionla bağlı məsələlərə gəldikdə isə xatırlatmaq yerinə düşər ki, elə İranın prezidenti Məsud Pezeşkanın sabah Bakıya, Azərbaycana səfəri gözlənilir. Artıq bu barədə Mehr Agentliyindən də bugün məlumat yayıldı. Uzun müddətdir biz danışırıq Pezeşkanın Bakı səfərinin baş tutması ilə bağlı ehtimalları və səfər öncəsi hazırlıqlar da kifayət qədər çox idi. Sabah səfəri baş tutacaq, rəsmi səfərdir. Əlbəttə ki, böyük bir nümayəndə heyəti ilə Pezeşkan Bakıya gəlir. Müzakirələr, təhlillər Azərbaycan-İran münasibətlərində irəliyə atılan növbəti bir addım olacaq deyə dəyərləndirilir. Biz də təhlil həyata keçirmək istəyirik. Əlbəttə ki, bütün bu məsələlərlə bağlı studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovla. Rəşad bəy, xoş gördük sizi. Xoş gördük. İlk olaraq istəyirəm ki, Pezeşkanın Bakı səfərindən danışaq. Əlbəttə ki, sabahın önəmli məsələlərindən də ona görə bu istiqamətdə təhlillər aparırıq. İlk olaraq bu partlayış baş verməsi və Pezeşkanın həmin əraziyə səfər etməsindən sonra ola bilərmi səfər təxirə düşsün və yaxud da ki, digər ehtimallar var idi. Amma Mehr Agentliyindən hardasa bir neçə dəqiqə öncə məlumat gəldi. Bu o deməkdir ki, artıq Pezeşkanın Bakı səfəri ilə bağlı hər hansı bir əngəl görünmür. Təhlillərinizi almaq istəyirəm. Sabah Pezeşkanın Bakı səfəri iki ölkə arasındakı münasibətlərdə nə qədər irəliyə atılmış addım ola bilər? Hər halda Pezeşkanın səfərində nümayəndə heyətinin tərkibinə baxanda böyük spektr tərkiblə səfər eləyəcək Pezeşkiyan və xüsusən də biz əsasən özəl sektorun təmsilçiləri, iş adamlarının təmsilçilərinin üstünlük səfər etdiyi bir nümayəndə heyəti görürük. Bu da o deməkdir ki, Azərbaycanla İran arasında bir sıra iqtisadi məsələlərlə bağlı, sərmayə qoyuşları ilə bağlı, birgə iqtisadi layihələrin icrası ilə bağlı mühüm danışıqlar aparılması gözlənilir. Təbii ki, İranla Azərbaycan arasında münasibətlər zaman-zaman heç də xoş olmayan səviyyəyə qədər gəlib çatıb. Təbii ki, İran tərəfinin ayrı-ayrı rəsmilərinin, o cümlədən də ayrı-ayrı parlament nümayəndələrinin və din xadimlərinin verdiyi bəyanatlar nəticəsində. Amma İran tərəfi də artıq başa düşür ki, qonşu Azərbaycanla münasibətlərin kəskinləşməsi bu günləri İranın maraqlarına cavab vermir. Və o baxımdan təbii ki, ona ümid eləmək olar ki, bu səfər İran tərəfdən həmin indiyə qədər olan problemlərin aradan qaldırılması istiqamətində hansısa addımların atılması ilə müşahidə olunacaq. Hər halda bu bizim arzumuzdur, istəyimizdir. Amma ortada bir reallıqlar da var. Reallıq da ondan ibarətdir ki, İranda bir çox hallarda bu və ya digər məsələlərə münasibət hökumət tərəfindən müəyyən edilmir. Yəni, bu günləri Pezeşkiyanın səfəri Azərbaycanla İran arasında bu və ya digər məsələdə ortada olan fikir ayrılıqlarının birdən-birə aradan qaldırılacağına gətirib çıxaracaqmı? Açığı mən bu məsələdə o qədər də nikbin deyiləm. Xüsusən də biz bu günə qədər İranın aktiv olaraq Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana olan təzyiqlərini, yəni açılmasının əleyhinə olan təzyiqlərini nəzərə alaraq deyə bilərik ki, İranda bu məsələlərlə bağlı təəssüf ki, ali dini liderin göstərişləri və ordu komandanlıq olaraq Sepahın mövqeyi daha üstün mövqe təşkil edir və o baxımdan biz bu səfərdən gözləntilərimiz əsasən iqtisadi platformada tərəflərin bir-biri ilə yaxşı, sıx hansısa münasibətlər qurması ilə bağlı ola bilər. Bu həm də 100-dən çox iş adamı ilə səfərini də, yəni səfər edəcəyi də bu məsələni daha da qüvvətləndirir. Bu artıq onu göstərir ki, bəli, səfərdə əsas diqqət iqtisadi münasibətlərin inkişafına yönəldiləcək. Bu əslində hər iki tərəfin maraqlarına cavab verir. Çünki Azərbaycan da aktiv şəkildə iqtisadi münasibətlərin genişləndirilməsində maraqlıdır və İran da indiki düşdüyü durumda, belə deyək, sanksiyalar altında ölkə iqtisadiyyatının zəifləməsi durumunda, beynəlxalq birliyin böyük bir hissəsindən demək olar ki, təcrid olunmuş bir durumda təbii ki, qonşularla ən azı iqtisadi münasibətlərdə hər hansı bir irəliləyişin əldə olmasını istəyir. Təbii ki, iqtisadi münasibətlər ölkələr arasında münasibətlərinin əsasını təşkil edən münasibətlərdir və iqtisadi münasibətlərin yaxşı olması növbəti mərhələdə siyasi sahədə də bu və ya digər istiqamətdə müsbət addımların atılmasına gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, bu səfər ən azından ortada olan müəyyən
belə deyək, stereotiplərin qırılması baxımından əhəmiyyətli olacaq. Zəngəzur dəhlizi məsələsinə toxundunuz. Elə ehtimal edilən budur ki, Zəngəzur dəhlizi ilə bağlı Pezeşkan daha ehtiyatlı açıqlamalar verəcək. Ümumiyyətlə, bu məsələ ilə bağlı sabahki gəlişdə, görüşlərdə, yəni Zəngəzur məsələsinin üzərində çox dayanılması o qədər də ehtimal edilmir. Bu, indiyə qədər İranın verdiyi o qırmızı xəttimiz açıqlamalarından mı irəli gəlir? Yoxsa, belə deyək, siz əslində dini lider mövqeyinə toxundunuz. Yəni, hələ də o qırmızı xətt mi hesab edir İran Zəngəzur dəhlizinə? İran təbii ki, qırmızı xətt hesab edir, amma o qırmızı xəttin, belə deyək, altında nəyin yatdığını açıq şəkildə ortaya qoymur. Yəni, bu günləri İranın qırmızı xətt elan elədiyi məsələ sərhədlərin dəyişdirilməsinə yönəlik məsələdir. Amma İran özü də kifayət qədər yaxşı bilir ki, bizim Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbimizin arxasında bu və ya digər şəkildə sərhədlərin dəyişdirilməsi nəzərdə tutulmur. Yəni, bunu da İran kifayət qədər yaxşı bilir. O baxımdan biz indiyə qədər Pezeşkiyanın bu istiqamətdə verdiyi bəyanatlara və Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə də baxanda görürük ki, belə deyək, tərəfləri incitmədən və ali dini liderin maraqlarını tapdamayan ortaq bir mövqe həmişə sərgiləməyə çalışıb. Yəni, konkret olaraq biz Pezeşkiyanın dilindən heç vaxt Zəngəzur dəhlizinin İran üçün qırmızı xətt olduğu ilə bağlı bəyanata şahidlik etməmişik. Və dediyiniz kimi, sabahki səfərdə də mən bu istiqamətdə daha geniş dayanılacağını düşünmürəm. Ola bilər ki, iki ölkə prezidentinin ikilikdə qapalı görüşündə bu məsələ bu və ya digər şəkildə müzakirə olunsun. Amma bununla bağlı hansısa qərarların qəbul olunacağı və yaxud da Pezeşkiyanın bu məsələnin artıq İranın qırmızı xətti olmadığı ilə bağlı bəyanatlara hər halda şahidlik etməyəcək. Toxunulmayacaq deyirsiniz bir qədər o məsələyə. Aydındır. Mən istəyirəm bir qədər də biz danışaq Ermənistan-Azərbaycan münasibətlərindən. Çünki Ermənistana niyə danışaq? Raparak nəşrinin dünən belə bir iddiası oldu. Ermənistanda artıq Nikol Paşinyan öz seçki kampaniyasına başlayıb və tələsi formada gözlənilməz. Amma orada qeyd olunur ki, hazırda Ermənistanda əhalinin 80% bu hakimiyyətdən narazıdır və hakimiyyətin siyasətini dəstəkləmir. Narazı olduqları məqamlar var. Biz tez-tez Ermənistan mediasında yazılanlar olsun, Ermənistanda və yaxud da ki, Paşinyanın hansısa səfərləri zamanı əhalinin müəyyən açıqlamaları, müəyyən səslənişlərini çatdırır, onların üzərində təhlillər aparıq. Amma indiki məqamda Paşinyanın belə tez seçki kampaniyasına başlaması nəyə hesablanıb? Yəni, ya da tez deyilmi yoxsa? Əslində tez deyil. Yəni, seçkilərə bir il dövr qalıb və əslində seçki kampaniyaya başlamaq bu istiqamətdə realdır. Amma məsələ burasındadır ki, Paşinyanı narahat edən məqamlar var. Yəni, ona görə daha tez seçki kampaniyasına başlayıb. Paşinyan özü də kifayət qədər yaxşı görür ki, gün keçdikcə, zaman keçdikcə hakimiyyətin mövqelərində müəyyən zəifləmələr və geriləmələr ortaya çıxır. Düzdür, o sorğu şirkətlərinin bəyan elədiyi kimi ölkə əhalisinin 80%-nin hakimiyyətin mövqeyindən narazı olması bir qədər şişirdilmiş rəqəmlərdir. Amma hər halda Paşinyan və onun komandasının bugünkü reytingi nə 18-ci il Paşinyan hakimiyyətə gələndə olan reytinglər, nə də 2021-ci il növbədən kənar seçkilərdə olan reytingindən müqayisə oluna bilməz. Təbii ki, düşüş var, yəni bu reyting aşağı düşüb, amma bütün bunlara baxmayaraq bu günləri hələ ki Paşinyanın mövqeyi müxalifətin mövqeyindən daha üstün mövqeyə malikdir. Məsələ burasındadır ki, Paşinyan da dərk edir ki, hər gün bu mövqe zəifləyir və zaman-zaman müxalif qüvvələrin bu və ya digər addımları ictimaiyyətdə özünə daha çox dəstək qazana bilir. Məsələn, son o bələdiyyə seçkilərində biz Gümrüdə olan vəziyyəti, kommunistlərin bu və üstünlüklərini və yaxud da digər ərazilərdə olan məsələləri gördük. Bunları təbii ki, Ermənistan hakimiyyəti də görür. Ona görə də təbii ki, tələsir, təbii ki, bu istiqamətdə daha çox, belə deyək, üzdə olmaq, daha çox bölgələrdə görüşlər keçirtmək, öz mövqelərini möhkəmləndirmək üçün xalqla daha çox təmaslarda olmaq baxımından Paşinyangilin indi seçki qabağı kampaniyaya belə demək mümkünsə qeyri-rəsmi də olsa başlaması başa düşüləndir əslində. Amma yenə deyirəm, Paşinyan bugünkü mövqeləri nə qədər zəif olsa da,
yəni ölkə əhalisinin təqribən 80 demək, amma 60-62% civarında bilirik ki, hökumətə etimadsızlıq nümayiş etdirən bir kütlə var. Bu günləri Paşinyanın üstünlüyü onun alternativlərinin, yəni Paşinyan hakimiyyətinin müxalifətinin xalq tərəfindən dəstəklənməməsi ilə bağlıdır. Yəni, bilirsiniz nədir? Hakimiyyətin mövqeyindən narazı olan kütlə özü belə konkret müxalifətdə hansısa kütləni dəstəkləmir. Ya hansısa bir lideri dəstəkləmir. Dəstəkləyəcəyi bir lider yoxdur. Yoxdur, söhbət ondan gedir. Yəni, birincisi, vahid lider yoxdur Ermənistan müxalifətində. İkincisi, ortaya çıxan şəxslərin hamısı keçmişdə bu və ya digər şəkildə hakimiyyətdə təmsil olunan, Ermənistan ictimaiyyətinin kifayət qədər artıq yaxşı tanıdığı pis mənada. Və ümiddə bəsləmədiyi. Ümid bəsləmədiyi şəxslərdir. Və o baxımdan nə qədər ki, ortaya Ermənistan müxalifəti yeni lider çıxara bilməyib, nə qədər ki, Paşinyana beynəlxalq səviyyədə dəstək hələ ki davam etdirir və o beynəlxalq dəstəkçilər Paşinyanın yerinə özlərinin yeni bir namizədini çıxartmayıblar. Onlar baş verməsin deyənə Paşinyan tez bir şəkildə seçki-qabağı kampaniyaya başlayıb və yenə deyirəm, doğrudan da Paşinyan üçün ağır bir dövr olacaq. Ermənistanda Paşinyan bir tərəfdən ordunun gücləndirilməsi, belə deyək, beynəlxalq dəstəkçilərin yardımı fonunda ölkəyə sürətli şəkildə silah-sursat və s. gətirilməsi istiqamətində iş apararaq güclü ordu təbliğatını qurmağa cəhd eləyirdi. Yəni, mən qurdum yenidən Ermənistan ordusunu və s. Amma bu əks təsir də yaratdı. Yəni, müxalifət bundan istifadə elədi. Hansı formada istifadə elədi? İctimaiyyətdə belə bir yanlış təsəvvür oyanmağa başladı ki, artıq çoxlu silahımız varsa, artıq beynəlxalq birlik tərəfindən bu və digər şəkildə dəstəklənirik, biz niyə Azərbaycana hansısa məsələdə güzəştə etməliyik, niyə Azərbaycanla sülh sazişi imzalamalıyıq və nəticədə ölkədə revanşist meyllərin daha qabarıq şəkildə baş qaldırılması prosesi baş verdi ki, bu da əslində Paşinyan hakimiyyətinin maraqları ilə indiki mərhələdə üst-üstə düşmür. Xüsusən də seçki ilində üst-üstə düşmür. O baxımdan doğrudan da çətin bir vəziyyətdir. Hələ Azərbaycanın təzyiqləri qarşısında seçki ilə paralel olaraq konstitusiya dəyişikliyi məsələsini də referendumu da yəni eyni günə salsa, gündəmə çıxarsa, nəticələrin nə olacağı olduqca müəmmalı görünür. Həmin o statistik rəqəmlərdə, sorğularda vurğulanır ki, Mülki Müqavilə Partiyasının növbəti dönəmdə hakimiyyətini qoruyub saxlaya biləcəyi ehtimal edilmir. Yəni, çox az ehtimal var. Hətta 80% əhali dəstəklənmirsə siyasəti, ehtimallar da bu yöndədir, bu istiqamətdədir vurğulanır. Siz özünüz də qeyd elədiniz ki, amma Paşinyanın qarşısına çıxardılacaq başqa bir qüvvə də yoxdur. Yəni, başqa bir model yoxdur. Bu, bir ildən az müddətdə Ermənistanda elə bir model ortaya atıla bilərmi? Hər şey ola bilər. Baxın, biz Sarkisyan hakimiyyətdən gedişi dövrünü xatırlayaq. Paşinyanın başlatdığı hərəkat heç 6 ay dövrə əhatə eləmədi özlüyündə, düzdürmü? Birdən-birə bir yerdən hərəkat başladı böyüməyə, İrəvana doğru yürüşlərin şahidi olduq. Nəticə etibarilə keçmiş hakimiyyətin fəaliyyətindən bezmiş, korrupsiyadan, rüşvətdən, yerliçilikdən və s. bezmiş insanlar bir çıxış yolu olaraq Paşinyanın ətrafına toplandılar. Təbii ki, burada beynəlxalq güclərin, xüsusən də Amerika Birləşmiş Ştatları və Fransa kimi ölkələrin səfirliklərinin aktiv dəstəyi, beynəlxalq institutların aktiv dəstəyi, belə deyək, lobbiçilik fəaliyyəti göstərmələri, ayrı-ayrı kütlələrlə işi təşkil eləmələri və s. də Paşinyanın hakimiyyətə gəlməyinə şərait yaratdı. Amma nəticə etibarilə yəni qısa bir dövr üçün bir lideri ortaya çıxadıb onun təbliğatını qurmaq mümkündür. Və mən o baxımdan dedim ki, Paşinyan əslində məhz onları nəzərə alaraq, yəni nə qədər ki, müxalifət özünə yeni bir lider qoymayıb, nə qədər ki, beynəlxalq dəstəkçilər Paşinyanı başqa bir qərb yönümlü şəxslə əvəz etmək istiqamətində hansısa addımlar atmayıblar, indi maksimum şəkildə bu müddətdən faydalanıb öz reytinqini bərpa etmək istəyir. Çox sağ olun Rəşad bəy. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz. Önəmli dəyərləndirmələr.